Mən hepsini okuyayım gülümdə. Bu boydana gül veririm 10 manata. Palda yarpaqlıdır, papriyana da açır. Qiyməti 10 manatdır. Bu isə doğa çiçəyimdir. Bu da 10 manatdır. Belə kala gülüm var, baxın, bir yana da tumucuqluyur. Bir yana da yarpaq qoyur. Belə. 15 manatdır. Get-gedə də yarpağı böyük açır. Telefon nömrəmi deyim 072 187 04 99 Ünvan Zabrat yolu. 2-ci Balaxan yoluna üzbəüz küçədir. Bu gül yarpağı da qalındır, sanseveriyadır. Nadir tapılan güldür. Biraz böyüsün, onu vereceğim 20 manata. Çünki gözümdə baxa almışam. Yarpaqlarını qopartdım, artırım deyə. Biraz böyüdür. Bu gülü 15 manata veririm. Bu da yaxşı düşür. Yarpaq budur. Belə. Boy 1 metrdən hündürdür. 15 manat. Sonra sanseveriya. 10 manat. Ətirşə 5 manatdır. Lilyalar bir dənəsi 10 manatdır. Bunu ağaçan adına almışam, onu satmıram hələ. Amma bunlar bir dənəsi 10 manatdır. Bu gül kırmızı yarpaq, kırmızı çiçək. Biri 3 manatdır. Sonra bu gül daimə ramaşka 10 manatdır. Bu gülümüzü açıqdır. Bunlar 15 manatdır. Boyu metrə yarımdır. Özdə belə dipçəkdədir. Elə belə dəmir kutuda yox. Belə dipçəkdədir. Satın alma dipçək. Belə dipçəyin qiymətinin pula qədər qiyməti var. Sonra belə qırmızı çiçək güllər. Vallahi bazarda bunun bir qarışını 3 manata verirlər. Mən bunları 3 manata verirəm. Budur bir də burada. Aloe vera. Mənim xanımlar üzlərinə maska qoyur, nə eləyir? Bu da 10 manatdır. Bu gül 4 manatdır. Kaktus 10 manatdır. Bu gül yenə o 3 manatlıq güllərdəndir. Ətirşə 5 manatdır. Bunların da bir dənəsi 2 manatdır. Böyüyür, tez böyüyən güldür. Sadəcə suyu sevir, başqa heç nə vermək lazım deyil. Bu gül. Bu 5 manatdır. Sonra belə mavi rəngdə açan güllər. Bunlar dipçəkdədir. Bir dənəsini 5 manata verirəm. Belə sarmaşıqlarım var 2 manata. Sonra lavanta 10 manatdır. Aloe vera o yerine üzə maska qoyulur ondan 10 manatdır. Bu meyvə gətirən kaktus. Bu da 10 manatdır. Bunlar Deva Maria bu rəngdə çanıdır. 7 manatdır. Bunu da budamışam. Belə banan var. 10 manatdır. Belə böyük bananlar var. 30 manata. Sonra 35 manata İran xurması. Dipçəkdədir. Sonra bu gül. Baxın nə qəşəngdir. Çiçəkliyir, tumucuqdur başda. 10 manatdır bu. Gardeniya var burada. 25 manatadır. Yaxşı çəkəmirəm, qalanında gül var. 25 manatadır. Adın bəyə çıxartmaq da Allahın zulumudur. Başında tumucuq var, açmıyor. Tumucuğun rəngi dəyişmirsə açmayacaq deyəsən. Bu güllər, bunlar 5 manatdır. Sonra bu sarmaş, bunlar da 5 manatdır. Bunlar 4 manatdır. Sarmaşıq, sarkan sarcunə deyirlər. Özə bu rəng, nadir tapılan rəng. Bu da yenə lavanta 10 manatdır.
Malaçoy 10 manatdır. Bu ikisi bir dipçəkdədir. Bunlar 10 manatdır ikisi bir yerdə. Bu gül sarılı qırmızılı deyəsən bu bahalı gündür. Bunu özüm almışam satdandır. Bunlar 5 manatdır. Bu bax 5 manatdır. 5 manatdır. Bu boydana gül 5 manat. Görürsünüz başına dolu tumucuqdur. Yumru kartofu kimi. Bu narıncı topudur. Bu da yeni lavanta 10 manatdır. Sonra bəzəkli sarmaşıq. Yaşılla ikisi bir dipçəkdə. Bu da 10 manatdır. İkisi bir itabdadır. Bunlar 2 manatdır. Bunlar biraz böyüyüb. Sonra sarmaşığın yine bir dənəsi yine 5 manatdır. Bu ahtapot gülü 10 manatdır. Bu da 10 manatdır. Bunlar çünkü məndə çoxdan var. Bundan nə qədər artırmışam. Məndə artırdığım bir də bu da 2 manatdır. Belə. Kalanxoy. Bunu hələ satmıram mən. Sonra burada rozmarin 15 manatdır. Bu boydana gül, bu boydana gül. Ramaşka 15 manatdır. Özü daimi güldür. Pulun da dəyəri qalmayıb inanın. İndi bəziləri deyəcək bahadır, amma pulun da dəyəri qalmayıb onu biləsiniz. Bu gül məndə 7-8 ilin gülüdür. Özü həmişə də çiçək gəlir. Çiçəkləri üzüyü göyləsə ağacım sıyıb. Kral tacı deyirlər, nə deyirlər adına? 15 manat. Bunlar da bir dənəsi 5 manatdır. Amarellisin var orada 10 manatdır. Şimdi bu qədər. Begoniyanın hələ vəziyyəti yaxşı deyil. Hə, belə qızıl güllərim var, bir dənəsi 15 manat. 1 metrədən hündürdür boy. Bu sarıdır. Bu bəyəxşi o rozren yolandır. Bu da bardov olmalıdır. O bir de sarılı kırmızılı olmalıdır. Neyse, bu qədər. Sağ olun.